Salam, hər vaxtınız xeyir olsun. Bu video dərsdə sizlərə şagirdlərim üçün onlayn şəkildə təqdim etdiyim 11-ci sinif riyaziyyat buraxılış imtahanı hazırlıq sınaq 18-in test suallarının izahlarını sizlərə təqdim edirəm. Siz də belə bir onlayn sınaqda pulsuz şəkildə iştirak etmək istərsinizsə 051 982 25 63 WhatsApp nömrəm ilə əlaqə saxlaya bilərsiniz. Onlayn dərslər ödənişlidir. Yenə bu nömrə ilə əlaqə saxlaya bilərsiniz onlayn dərs üçün. Əyani hazırlıqlar üçün də ünvanımız Yevlax şəhəridir. Yenə də əyani hazırlıqlar üçün də bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək sualların izahına. Birinci suala baxırıq. Sual 1-də deyir ki, açılışı verilmiş silindrin şəkildə verilən ölçülərinə görə həcmini tapın. Burada silindrin açılışı verilibdir. Lap o şəkli iri planda çəkim sizin üçün. Silindrin yan səthinin açılışı düzbucaq formasındadır. Alt və üst oturacaqlar dairələrdir. Bu alt oturacağın dairəsidir. Bu da üst oturacağın dairəsidir. Şu olar gördüyünüz kimi. Bu 6 yazılıb bura. Yəni bu silindrin hündürlüyüdür. H bərabər 6. Uzunluğuna, düzbucağın uzunluğuna yazıblar 8pi. Biz bilirik ki, bu düzbucağın uzunluğu oturacaqdakı dairənin çevrəsinin uzunluğuna bərabərdir. Yəni 2pi, 8pi nəyə bərabərdir? 2pi r-ə bərabərdir. Çevrənin uzunluğu 2pi r-dir çünki. Onda biz 2pi ilə 8pi-ni ixtisar yaparsak r də bərabər olacaq 4. Demək, oturacağın radiusu oldu 4, hündürlüyü də 6. Silindrin həcmində biz bilirik ki, pi r kvadrat h üstü hesablanır. Pi qalacaq, r-in yerinə yazırıq 4-ün kvadrat, h da 6-dır. 16, 16-ın 6-ya vuranda edəcək 96 pi. Cavab olacaq C variantı. Birinci sualın cavab C. Belə. İnşallah ki, sualın izahını tam başa düşdünüz aydın şəkildə. İndi isə keçək növbəti ikinci sualın izahına. Sual 2. Doğranı 15 cm, oturacağın radiusu 9 cm olan konusun həcmini tapın. Konus çəkirik. Konusun biz bilirik ox kəsi normalda bərabər almış bucaq olur. Əgər bərabər tərəfli bucaqsa o konusa deyirik nə? Bərabər tərəfli konus. Konusun oturacağı dairədə bilirsiniz. Amma aldıra bilmirik. Deməli, mərkəzə götürək. Oldu. Konusun hündürlüyünü çəkək. Bu formada. Belə. Adlandıraq. A, C, B üç bucağıdır. Bu doğranlar 15 verib. Oturacaq radiusu R bərabər 9. R bərabər 9. Konusun həcmi istəyir. Konusun həcmini tapmaq üçün hündürlüyü tapmaq lazımdır. Bu düzbucaq şübhəsi Pifaqor teoremindən istifadə tapa bilərsiniz. Pifaqor üstülüyünü bilməlisiniz. Bilə bilərsiniz. H kvadrat bərabər 15-in kvadratı çıxılsın 9-un kvadratı. Yəni 225 çıxılsın 81. O da olacaq 144. Demək, H da bərabər olacaq 12-yə. Yəni konusun hündürlüyü 12-yə bərabərdir. Konusun bizdə həcmini istəyir. Konusun həcmi üstürü nətərdir? 3-də 1 pi r kvadratı h. 3-də 1 pi qalacaq. R-in yerinə yazırıq 9-un kvadratı, h da 12-yə bərabərdir. Bu da olur 3-də 1 pi vurulsun 81 vurulsun 12. 3-dən 12-ni ixtisar yaparsam 4. 4-ü 81-ə vuranda 324 pi edəcək. Yəni cavab olacaq C variantı. Bu da ikinci sualın cavabı. Maraqlı sualdır. İnşallah ki, izahı tam aydın başa düşdünüz. Yəni, buraxılış imtahana belə sualların düşmə ehtimalı uşaqlar çoxdur. Üçüncü suala baxırıq. Kürənin həcmi 36 pi cm kubdur. Onun mərkəzindən 2 cm məsafədə yerləşən müstəvi kəsin sahəsini tapın. Deməli, kürədən söhbət gedir. Kürəni çəkirik. Kürənin diametrini çəkirik. Bu kürənin diametri. Bir də kəsikdən söhbət gedir. Yuxarıda bir kəsik. Bu da kəsiyin diametridir. Bu kəsikdə biz bilirik ki, dairələr alınır. Amma şəkil keyfiyyətsiz oldu. Belə. Bu kəsiyin mərkəzidir. Bu da kürənin özü mərkəzidir. Bunların onun mərkəzindən 2 cm məsafədən söhbət gedir. Deməli, buradan bir dənə hündürlük çəkirsiniz belə. Bu mərkəz arasında məsafə olacaq. Bu çəkdiyim xətt də kürənin radiusu olacaq belə. Bu AB kürənin diametridir. CD də kəsiyin diametridir. Kürənin radiusunu böyük R-in işarə edir. Kəsiyin radiusunu isə kiçik R hərfini işarə edəcək.
Buraya yazaq O1, buraya yazaq O2. Deməli, bu kürənin həcmi 36 pi sm kubdur. Kürənin həcm düsturu 3/4 pi r kubudur. Yəni 3/4 pi r kubu bərabər olacaq 36 pi-yə. Hər tərəfdən pi ilə ixtisas aparsam 4 ilə 36 ixtisas gedir. 1, 9 çarpaz vursam r kubu bərabərdir. 3'ü 9'a vuran 27 edəcək. R də bərabər olacaq 3'ə. Yəni bu çevirən kürənin radiusu olacaq 3. Bura 3, bura 3. Eyni zamanda O2 də kürənin radiusu olduğu üçün burada 3 olacaq. Deməli, onun mərkəzindən 2 sm məsafə yerləşən müstəvi kəsin sahəsini istəyir. Bu O1-dən O2-yə də məsafə 2-dir. Biz bu düzbucaq uçbucaqdan istifadə edib kiçik r tapacaq. Kiçik r-in kvadrat bərabərdir 3-ün kvadratı çıxsın 2-nin kvadratı, yəni 9 çıxsın 4, 5 edəcək. Yəni kiçik r də bərabər olacaq kötü 5-ə. Bizdən də kəsikdə alınan dairənin sahəsini istəyir. Dairənin sahə düsturu, yəni bu kəsikdə alınan dairənin sahəsi s bərabər pi kiçik r kvadrat olacaq. R-imizdə r kvadratını 5 tapmışıq. Gətirib yerinə qoysaq olacaq 5 pi. Və salam. Cavab olacaq A variantı. Bu da 3-cü sualın izahı. Keçək 4-cü suala. Düzgün üçbucaq piramidanın apofemi 6, oturacağın sahəsi 4/3 olarsa, olan bərabər tərəfli üçbucaqdır. Bu piramidanın yan səthinin sahəsini istəyir. Piramidanın oturacağı düzgün üçbucaqdır, yəni bərabər tərəfli üçbucaqdır. Şəklini çəkirik. Bu da oturacağın hündürlüyüdür. Buradan bir dənə, yəni medianlar keçmə nöqtəsindən bir dənə hündürlük qaldırırıq. Biz bilirik ki, piramidanın, yəni düzgün piramidanın hündürlüyü oturacağın daxildən və xaricdən çəkilmiş çevrələrin mərkəzinə düşür. Belə adlandıraq. Bu A, BC, bu bərabər tərəfli üçbucaqdır. Bunun tərəflərini A yazsaq belə. Burada A olacaq, burada arxa tərəf A olacaq o. Burada K yazaq. Apofemlə biz bilirik ki, yan üzün hündürlüyüdür. Apofemi çəkirik. Burada yan üzün hündürlüyüdür bu. Burada təbii ki, düzbucaq üçbucağı görürsünüz. Burada K yazaq. Burada S. Belə. Apofemin kiçik h-ın şərəsi, kiçik h-ımız 6-ya bərabərdir. Bu piramidanın öz hündürlüyüdür, böyük h. O-dan K-ya qədər məsafə kiçik yerdir, yəni daxil çəkimi çevirən radiusudur. O-dan C-yə qədər məsafədə böyük yer, yəni xarici çəkimi çevirən radiusudur. Oturacağın sahəsi 4/3-dür. Yəni biz bilirik ki, bərabər tərəfli üçbucağın sahə düsturu A kvadrat kötü 3 bölünsün 4-dür. O da bərabər 4/3-ə. Hər tərəfdən kötü 3-də ixtisas aparsam, çarpaz vursam 16 edəcək. A da bərabər olacaq 4-ə. Yəni oturacağın tərəflər 4 olacaq belə. Bizdən bu piramidanın yan səthinin sahəsi istəyir. Piramidanın yan səthinin sahə düsturu S-yan bərabərdir. 2/1 P oturacaq vurulsun kiçik h. Kiçik h apofemdir. Oturacağın perimetrini tapan rahatdır. P oturacaq bərabər 3 vurulsun A-ya səsən 3 vurulsun 4 bərabər olacaq 12. H da apofemin 6 verilibdir. 2/1 vurulsun 12 vurulsun 6. 1, 6, 6'ın 6'ya vuranda edəcək 36. Cavab olacaq C variantı verir. Uşaqlar, belə suallar buraxış imtahanı düşmə şansı həqiqətən çoxdur. Belə suallara ciddi yanaşmaq lazımdır, titiz yanaşmaq lazımdır. Keçək 5-ci sualın izahına. Diagonal kəsiyi kvadrat olan düzgün dördbucaq prizmanın oturacağın sahəsi S olarsa onun həcmini tapın. Diagonal kəsiyi kvadrat olan düzgün dördbucaq prizmanı söhbət gedir. Yəni elə bir ki, belə bir şəkil çəkirik. Oturacağı kvadratdır yəni. Yəni bu kvadratdır uşaqlar. Oturacaqda olan fiqur nədir? Kvadrat. Yuxarıda bu şəkildə. Deməli, diagonal kəsiyini çəksək, diagonal kəsikdə bu diagonal kəsiyi kvadrat olan düzgün dördbucaq prizmanın oturacağın sahəsi S olarsa, bu diagonal kəsiyi kvadrat, bu diagonal kəsiyidir bax. Bu da kvadratdır. Bax burada alınan ABC-dir, diagonal kəsiyidir, o kvadrat. Kvadratsa demək hündürlük oturacağına bərabərdir. Bu kvadratın tərəfi A yazsa, oturacağın diagonalı D oturacaq bərabər olacaq A kötü 2. Demək burada
Bu kvadrat olduğu üçün h bərabər olacaq a kökdə 2-yə. Prizma oturacağın sahəsini S ilə işarələyirlər. Onun deyil həcmini tapın. Prizma oturacağın sahəsi S oturacaq S-ə bərabər. Yəni oturacağın sahəsi kvadratdır. Kvadratın sahəsi a kvadrat bərabərdir S-dirsə, a da bərabər olacaq kökdə isə. Bu belə qalsın. Bizə də prizmanın həcmi tapmaq üçün prizma həcmi düstur nətərdir? V bərabərdir. S oturacaq vurulsun h. Oturacaq a kvadratdır. Bizə h lazım. A kvadrat S-ə bərabərdir. Qaldı h tapmaq. H da dedik ki, a kökdə 2-yə bərabərdir. A da kökdə S-ə bərabərdir. Gətir buraya yerə qoysa kökdə S vurulsun. Kökdə 2 olacaq. Yəni kökdə belə deyək 2S. Onda a kvadratın yerinə yazırıq S, h-ın yerinə yazırıq kökdə 2S. Yəni cavab belə olacaq. S kökdə 2S. Yəni cavab B variantı. Bu da 5-ci sualın izahı. İnşallah ki, izahı tam aydın şəkildə başa düşə bildiniz. Keçək 6-cı suala. 6-cı sual bərabər silahına aid sualdır. Yəni üstü bərabər silahlı sualdır. 2 üstü modulda x plus 1 kiçikdir 8. 8-in yerinə biz elə 2 kubu yazsaq. Burada əsas 2 birdən böyük olduğu üçün əsasda atırsınız və işarət olduğu kimi qalacaq. Yəni əsas birdən böyük olduğu üçün. Modul x plus 1 kiçikdir 3-dən. Modulun sağında, yəni modul bərabərsi istəyir modul təmin olsun. Sağında müsbət ədəd varsa, onu bir dəfə olduğu kimi açırsınız. Bir dəfə də əksinə açırsınız. X kiçikdir olacaq 2, x böyükdür olacaq -4. Ədəd ox çəkib kəsişdiririk. -4 daxil deyil, -4-dən böyükləşdirirsiniz. Müsbət sonsuzluğa doğru. 2 burada 2-dən kiçiklərdə mənfi sonsuzluğa doğru işləyirirsiniz. Kəsişmə yeri oldu, x daxildir, -4, 2 aralığı. Cavab D variantı. Keçək 7-ci suala. Loqaritma 4-də 1 əsasdan, loqaritma 4 əsasdan 2 böyükdür 1. Bu bərabər sənədlidir. Bu da loqaritm bərabər silahlı sualdır. Burada loqaritma altından loqaritma olanda çöldən içəri doğru başlayacaqsınız. Burada delfinə salsaq, bu 4-də 1 şualar əsas 1-dən kiçik 0-dan böyük olduğu üçün onda loqaritm 4 əsasdan 2 böyük yox, kiçik olacaq. Əsas 4 ilə 1 arasında olanda, 0 ilə 1 arasında olanda işarə əksinə dəyişir. 4-də 1 üstə 1-də edəcək 4-də 1. Təzədən burada delfini bir də işə salırıq. 4 burada əsas 1-də böyük olduğu üçün əsas işarə olduğu kimi qalacaq. Yəni x deməli böyük yox, kiçik olacaq. İşarə olduğu kimi qalaraq x kiçikdir 4 üstü 4-də 1-dən. Ona x kiçikdir 4 üstü 4-də 1, 2-nin kvadrat yazsam, üstü bir də 4-də 1. Burada 2-dən 4-də 1 qısa gedəcək. Vurulanda x kiçikdir olacaq. 2 üstü 2-də 1, o da kvadrat kökdə 2 deməkdir. Bir də loqaritm altı ifadə müsbət olmalıdır axı. X böyükdür, bir də 0 olmalıdır. Bunlar kəsişdirməliyik bir ədəd oxunda. 0-dan böyüklər, kökdə 2-dən kiçiklər. 2 qat gedən yerə x daxil olacaq, 0 kökdə 2 aralığında. Heç biri də daxil deyil. 0 daxil deyil axı. Bir dəqiqə, burada nə səhv var ki? Uşaqlar, burada bir də bilsinə diqqət eləməmişəm. Burada loqaritm altın loqaritm olanda bu loqaritm özü də müsbət olmalıdır axı. Bax, bura diqqət eləməmişik. Ona görə bəri başdan bir də yazım təzədən. Tam diqqətli olmaq lazımdır. Loqaritma 4-də 1 əsasdan, loqaritma 4 əsasdan 2 böyükdür 1. Bu loqaritm 4-də 1 əsasının loqaritm altı ifadə hissəsi bax buradır. Bu müsbət olmalıdır. Bu müsbət olmalıdır ki, sən bunu həll edə bilərsən. Onu delfin işə salanda bu 4-də 1 birdən kiçik olmalıdır, 0-dan böyük olmalıdır. Burada bu işi görəcəksən. Yəni olacaq belə. Birinci bu şərt qoyursan ki, loqaritm 4 əsasdan 2 böyükdür 0 olmalıdır. Bu şərt altında loqaritm 4 əsasdan 2 4-də 1 0-dan 1 arasında olduğu üçün işarə əksinə dəyişəcək. Kiçikdir olacaq. 4-də 1 üstü 1 edəcək 4-də 1. Oldu mu? Buradan çıxan nəticə nə olacaq? Burada 4 əsası 1-dən böyük olduğu üçün, yəni burada delfin işə salanda delfin dalışı deyək. 4-0, mən bunu özüm elə deyirəm, elə bir şey yoxdur qaydada. Dilim elə verdi ki, 4-0 olacaq 1, x böyük olacaq 1-dən. Bu belə.
Burada da təzən bir də loqaritm bərabərliyi aldıq. Burada isə loqaritm altında ifadə olan x müsbət olmalıdır. Bu şərt altında x böyük 0 olduğu üçün yenə D diferensial salırıq. X kiçikdir 4 də 1-dən böyük olduğu üçün olacaq 404-də 1. Burada x də kiçik olacaq. 404-də 1 2-nin kvadrat yazdıq. Üstü 4-də 1 bu da olacaq. X kiçikdir nədən? 202-də 1 yəni kötü 2-dən. Bax burada 3 dənə bərabərlik var. Bu 3 dənə bərabərliyi bir ədəd oxununu kəsdirəcək. Hansılar aldıq? X böyükdür 1, x böyükdür 0, x kiçikdir kötü 2. Bizim sistemimizdə 3 dənə bərabərlik var. Deməli biz kəsişmədə 3 qat gedən yeri götürəcəyik. 0 buradadır, 0-dan böyüklər. 1 təxminən buradadır, 1-dən böyüklər. Kötü 2 də buradadır təxminən, kötü 2-dən kiçiklər. Burada 3 qat gedən yer 1 kötü 1 2 arasıdır. Deməli x daxil olacaq 1-dən hara qədər? Kötü 2-yə qədər. Heç biri də daxil deyil. Cavab olacaq D variantı. Çox qəşəng sual oldu. Həqiqətən əvvəlki hissəyə diqqət eləməmişdim. Sonradan diqqətim oldu ki, bu o da müsbət olmalıdır axı. Keçək 8-ci suala. 8-ə baxaq. Loqaritma 3 əsasdan 3x vurulsun loqaritma. Bu 3x əslində bütövdür, belə bir yerdədir. Mürtəzə almalıdırlar. Almayanda bax səhv olur. X əsasdan 3 bərabər 3, x-i tapın deyir. Burada loqaritma 3 əsasdan 3x, burada vurma olduğu üçün bunları toplama görə ayıra bilirik, eyni əsasa görə. Plus loqaritma 3 əsasdan 2x mürtəzə alıram, vurulsun loqaritma x əsasdan 3 bərabər 3-ə. Bu 3 əsasdan 3 1 edir. 1 plus loqaritma 3 əsasdan x vurulsun loqaritma x əsasdan 3 bərabər 3-ə. Vurub açıram. Loqaritma x əsasdan 3 1-i vuranda edəcək. Loqaritma x əsasdan 3 plus loqaritma 3 əsasdan 2 vurulsun loqaritma x əsasdan 3 bərabərdir 3. Burada ziqzaq qısa gedir. Yəni buradan çıxan nəticə 1 olacaq. Loqaritma x əsasdan 3 bərabərdir. 3-dən 1 çıxanı qalacaq 2. D diferensial salsaq x 2 bərabər olmalıdır 3-ə. X-ə bərabər olacaq. Plus minus yazılmazdır. Çünki burada loqaritmin əsası, həmin loqaritmin alt ifadə müsbət olmalıdır. Müsbət olmalıdır. Loqaritmin əsası 1-dən fərqli olmalıdır. Bu şərtlər önəmlidir. X olacaq ya bərabər olacaq kötü yəni. Cavab B variantı. Belə olar, davam edək. 9-cu sual. 20 üstü 2 üstə gələk 15 üstü 2 üstə gələk 10 üstü 2 bölünsün 4 üstü 2 üstə gələk 3 üstü 2 üstə gələk 2 üstü 2 bərabərdir 0,4 üstü 2x minus 6. Deyir, bunu hesablayın. Yuxarıda nə edəcək? 20 üstü 2, 15 üstü 2, 10 üstü 2 bunların üçündən orta vuruq biz 5 üstü 2 çıxarsaq qalacaq burada 4 üstü 2, burada qalacaq 3 üstü 2, burada qalacaq 2 üstü 2 bölünsün 4 üstü 2 üstə gələ 3 üstü 2 üstə gələ 2 üstü 2. Bu sıfırdan %4'ü %4 yazsaq, %4 də 25'də 1 deməkdir. 25'də 1 üstü 2x çıxsın 6 olacaq. Bunlar bütöv ixtisa gedir. Qalır 5 üstü 2 bərabərdir. 25'də 1 də biz 5 üstü mənfi yazsaq, üstü olacaq 2x çıxsın 6. Ona 5 üstü x bərabərdir. 5 üstü mənfi 2'nin mənfi 2x vuran olacaq mənfi 4x, mənfi 2 mənfi 6 vuran olacaq müsbət 12. 5'lər atın geçsin, x bərabər olacaq mənfi 4x üstə gələk 12. 5x bərabər 12'yə, x-ə bərabər olacaq 2 tam 10-4'ə. Cavab yəni Y variantı. Keçək 10-cu suala. Sual 10. LG 3 bərabərdir. O 10'luq loqaritma bərabər A, LG 4 bərabər B olarsa, loqaritma 5 əsasdan 36'ını tapın. Bax, burada əsas 5'dir, verilənlərdə isə əsaslar 10'dur. Deməli, biz bir əsasdan digər əsasa keçəcəyik, bu düstur əsasən. Loqaritma A əsasdan B-ni biz hər hansı bir C əsasına getirmək istəyiriksə, loqaritma C əsasdan yazmalıyıq B bölünsün loqaritma C əsasdan A yazmalıyıq. Ona bu da olacaq LG 36, biz də bunu 10 əsasına getiririk də, yəni. Da 10 yazmıram. Bölünsün LG 5. İndi nə edəcək? 36'ın biz 4 vurulsun 9 yaza bilərikmi?
LG5'də LG5'i nə edəcəyik? Bir dəqiqə. Hə, LG5'də 10 bölək 2 kimi yaza bilərik, bərabərdir. Vurma varsa toplama görə ayıracaq. Bölmə varsa çıxmaya görə ayıracaq. Bu 4'ü biz 4'ün yerinə elə LG 10 əsası 4 nəyə bərabərdir? B-yə bərabərdir. Bax, bu B-yə bərabərdir. Ona görə bura B yazacaq. Burada da 9'u 3'ün kvadratı yazacaq. Bunun əsası 10 olduğu üçün bu 1 edəcək. Bu LG2 qalacaq elə. Qalmaya bilər. Bunu sadələşdirsək belə. LG4'ü 2'nin kvadratı yazacaq. Kvadratı qabağa versək. 2 vurulsun LG2 bərabər B olacaq. LG2 ilə bərabər olacaq. B bölünsün 2'yə. Bunun yerinə B bölünsün 2 yaza bilərsiniz. Bərabərdir. 1 çıxılsın B bölünsün 2. B üstə gələk. Burada 2'nin qarşıya verirsək 2 vurulsun. LG3'də A veribdir. Olacaq B üstə gələk. 2A bölünsün 2'də 2 minus B. 2'də yuxarı vurulacaq. 2B plus 4A. Mərkəzdə qalacaq. 2 çıxsın B. Bu da olacaq. Deməli D variantı. Maraqlı sualdır. İnşallah ki başa düşdünüz. Keçək 11-ci suala. Y bərabərdir 2 üstü x kvadratı çıx 1 funksiyasının təyin oblasını tapın. Funksiyanın təyin oblası, yəni x dəyişən alabiləcək qiymətlərdir. Burada sürətdə heç bir problem yoxdur. Çünki x dəyişənə biz istənilən qiymət verə bilərik. Ona görə də bu 2 üstü buradan çıxan nəticədə mənfi sonsuz, müsbət sonsuz olacaq. Heç bir problem yoxdur. Yəni x dəyişən mənfi verə bilərsiniz, 0 verə bilərsiniz, müsbət verə bilərsiniz. Yəni cavab olacaq C variantı. Keçək 12-ci suala. 12'də deyir ki, y bərabərdir loqaritma 0.5 əsasdan 1 bölünsün x funksiyasının qrafikini göstərin. Bunu biz sadələşdirə bilərik. 0.5 10'da 5 deməkdir. X-a gedəndə 2'də 1 qalır. Bu da 1 bölünsün x deməkdir. Bunu biz belə yaza bilərik. Loqaritma 2'də 1'i biz 2 üstü mənfi 1 yazacaq. X-də 1'də x üstü mənfi 1 yazacaq. Mənfilər qabağa çıxacaq. Yəni mənfi 1 bölünsün mənfi 1 bərabər vurulsun. Loqaritma 2 əsasdan x. Onlar müsbət edəcək. Yəni loqaritma 2 əsasdan x qalacaq. Bir sözlə y bərabər oldu loqaritma 2 əsasdan x-ə. Burada əsas 1-dən böyükdür gördüyünüz kimi. Əsas 1-dən böyükdürsə, 2 1-dən böyükdürsə, deməli qrafik olacaq necə? A variantında kimi belə olacaq. Məsələn, tutardım. Birinci sadələşdirirsiniz, sonra da ona uyğun qrafik axtarırsınız. Yəni onun ötəri gəlir dərsdə yaxşı biləsiniz. 13-cü suala baxaq. Ötürdük deyəsən. Vuruqlu ayrın deyir. Bu sadə bir sualdır. Kvadrat düzəltinin çarpaz vurması ilə vuruqlu ayrılışıdır. Amma bu kompleks ədədlər aid sualdır. Bunun diskriminantını tapsaq. D bərabərdir. B kvadratının 4 AC düsturuna görə. Elə bir ki, xəyalımız 0-a bərabər kimi baxıb kvadrat əlini kimi həll edəcək. Köklərini tapacaq. Mənfi 10 kvadrat 100 edir. Çıxılsın 4 vurulsun 1 vurulsun 41. Bu da olacaq 100 çıxılsın 164. Olacaq mənfi 64. Deməli bunun diskriminantı mənfi 64-ə bərabərdir. Onda Z1 birinci kök bərabər olacaq. Müsbət 10 üstə gələk kök altında. Mənfi 64-ü də biz bilirik ki, y kvadrat nəyə bərabərdir? Mənfi 1-ə bərabərdir. Mənfi 64-ün yerinə 64 vurulsun. Yəni mənfi 1-in yerinə y kvadrat yazacaqsan. Bölünsün 2. Bu da olacaq 10 plus 8'i kökdən 8'i çıxıb bölünsün 2. Bu olacaq 5 plus 4'i. Oldu mu? Z2 də bərabərdir. Onun qoşması olacaq. 5 çıxsın 4'i. Biz bilirik, deyirik ki, ax kvadrat plus bx plus c kvadrat düzəltisinin
vuruqlar ayrılışı bir də belədir. Köklərinə görə. A vurulsun x çıxsın x1, vurulsun x çıxsın x2. Buna əsasən z kvadrat çıxılsın 10z plus 41. Bu kvadrat müsəlsin vuruqlar ayrılışı. Burada a-sı 1'dir. Ona görə mötərizənin qabağına heç nə yazmırsınız. Yəni 1 yazacaqsınız. O deməkdir. Z çıxılsın z1, vurulsun z çıxılsın z2 olmalıdır. O da bərabərdir. Z çıxılsın z1'in yerinə yazacağım. 5 plus 4'ü. Qabaqdan mənfi gəldiyi üçün işarə əksini dəyişəcək. Çıxaq 4'ü olacaq. Vurulsun. O bir z çıxsın z2'dir. Qabaqdan mənfi gəldiyi üçün 5 plus 4'ü olacaq. Vəssalam. Baxa görə hansı variant uyğun gəlir? Elə A variantı. Atıb tutub yazsaydınız, elə A bəndə yazsaydınız doğru çıxardı. Çox qəşəng sualdır. Dəyərləndirmək lazımdır. 14-cü suala baxırıq. Bərabər almış buzağın oturacağını çəkilmiş hündürlüyün 20 cm, yan tərəfindən çəkilmiş çəkilən median isə oturacaq ilə 30 dərəcə buzağına gətirə bilərək medianların cəmini tapın. Söhbət gedir bərabər almış buzaqdan. Bərabər almış buzağın təpə buzağına oturacaq bilən hündürlüyü çəksək, biz bilirik ki, bu hündürlük həm median, həm tənbələndir. A, B, C. Bura K yazsaq. Bu özünü həm də median kimi aparır. Bir dəqiqə. Burada yan tərəflər bərabərdir. Çünki bərabər almış buzaqdır. Bir də hündürlük 20 cm verib. Demək, bir də deyir ki, yan tərəfə çəkilən median oturacaq ilə 30 dərəcə buzağına gətirir. Bunu 20 buradan silək. Bir kənarda yazaq ki, BK bərabərdir 20-yə. Median birini çəkir. Deməli, yan tərəfə çəkilən median. Oturacağın təpəsindən yan tərəfə bir də median çəkirik. Aha. Buraya yazaq. Tutaq ki, M. AM median. Median da buranı yarı bölür. Deməli, bir nəticə gəlir ki, BK da median oldu. AM də median oldu. Bura C yazsaq, C demək medianların kəsişmə nöqtəsi olacaq. Yəni, ağırlıq mərkəzi olacaq. Medianlar birisi bilir ki, 2-1 nisbətinə bölür. Və deyir ki, bu median oturacaq ilə 30 dərəcə buzağına gətirir. Bura 30 dərəcə yazıram. Deməli, mediana 2-1 nisbətinə bölünürsə, burada deməli, BG məsafəsi CK məsafəsini 2 dəfə böyütür. Yəni, CK x yazsam, BG olacaq 2x. Bunların cəmdə 20-yə bərabərdir. 2x ilə x bərabərdir 20, yəni 3x bərabərdir 20 deyəcək, x bərabər olacaq 20 bölünsün 3-ə. Buraya yazdım 20 bölünsün 3. Aha. Bizə deyir ki, bu medianların cəmini tapın. Ümumiyyətlə, bu A medianı ilə çəkəcəyimiz digər median bu olsun C medianı. Bunlar medianla bərabər. Yəni, yan tərəfə çəkilmiş medianlar bir-birinə bərabər olur. Çünki yan tərəfə özəl bərabərdir axı. Yəni, burada BK medianın uzunluğu bəllidir, 20-dir. Deməli, A medianın uzunluğu olacaq. A medianın uzunluğu da C medianın uzunluğuna bərabər olacaq. Deməli, biz A medianın uzunluğunu tapmalıyıq. Burada deməli 60 dərəcədir. Biz de bilirik ki 30 dərəcə buzaq, bu düz buzaqlı buzaqda 30 dərəcə buzaq qarşısından katet hipodonuzun yarısına bərabərdir. Burada olacaq 40 bölünsün üst deməli. Bu medianlar 2-1 nisbətinə bölünür axı. Yəni AC məsafəsi C məsafəsindən təpədən başlayaraq 2-1 nisbətinə bölünür. Yəni 2 vurulsun CM bərabərdir. Demək, CM tapmaq üçün AC bölməsiz 2-yə. AC-nin uzunluğunda 40 bölünsün üst. Bu 2-yə bölmək 2-də 1-ə vurmaq deməkdir. İxtisar edəcək, qalacaq 20 bölünsün 3. Bura olacaq 20 bölünsün 3. Onda A medianın uzunluğu olacaq 40 bölünsün 3 də gələk 20 bölünsün 3. Yəni 3-də 60, o da olacaq 20. Demək, bunlar da 20 aldı. Demək, bu üçbuzaq bərabər alınır yox, bərabər tərəfi üçbuzaymış. Onu 3-dən median cəmi 20 plus 20 plus 20. O da olacaq təbii ki 60-a. Bərabər yanlış buzaq kimi təqdim eləmişlər, amma sonunda görürük ki, elə hamısı 20-yə bərabərdir medianları. Demək, bu bərabər tərəfi buzaymış. Cavab Y. Keçək 15-ci suala. Çevrənin uzunluğu 6,2 pi santimetr, 60 dərəcə mərkəzə bucağa çökülən vətərin uzunluğunu tapın deyir. Bu vətər olsun.
Bu da mərkəzi bucaq yaradırıq burada. Bax, O, AB. Bunlar radiuslardır. R. Bu mərkəzi bucaq 60 dərəcədir. Bizdən AB vətən uzunluğunu istəyir. Buraya yazırıq X. Bu bərabər olmuş bucaqda təpə bucaq 60 dərəcəsə 180 60 çıxsam 120 qalar. 2 bölsəm 60 60 çıxacaq. Deməli bu bərabər tərəf üç bucağıymış. Deməli bu X bərabər olacaq R-ə. Çevrənin uzunluğu 6/2 pi veriblər. Çevrənin uzunluğu 2 pi-dir. 2 pi bərabərdir 6/2 pi. 2 pi ilə 6/2 pi ilə apararsak qalacaq 3/2. Bizdən də vətənin uzunluğunu istəyir. Vətənin uzunluğu AB-də radiusa bərabərdir. O da olacaq 3/2. Cavab yəni B variantı olacaq. Keçək 16-ya. 16-cı suala şəkil çəkilib. O mərkəz çevrədə bucağı 90 dərəcə AB2 görürük. AC 6, C X tapın deyir. Bu görürük ki, bu çevrənin 4/1 hissəsi çəkilib burada. Aha, elə bir çevrənin 4/1 hissəsi var burada. Biz burada O nöqtəsi ilə C toxuma nöqtəsini birləşdirsək, bu olacaq radius. Radiusu bilirik ki, toxuma nöqtəsindən nədir? Perpendikulyar. Həmçinin burada O-dan D-yə qədər məsafədə radius. Bax, bura R-dirsə, bax, bu da radiusdur. O-dan B-yə qədər məsafədə radiusdur. Bax, belə. Vəssalam. Onda bu düzbucaq bucaqda, bax, bu düzbucaq bucaqda. Bax, bu düzbucaq bucaq görürsünüz də. Bura hipotenuz olacaq R/2. Deməli, biz də bilirik ki, Pifaqor teoreminə görə hipotenuzun kvadratı nəyə bərabərdir? Katillərin kvadrat cəminə bərabərdir. Yəni, R ilə 6-nın kvadrat cəminə bərabərdir. R kvadrat plus 4R plus 4 bərabərdir. R kvadratı üstə gəlir 36. R kvadrat istak etdi. 4R bərabərdir 32. R də bərabərdir 8. Deməli, bizdən C-yə istəyir. C-yi haradır? C buradır. Hə, biz R-ə də tapmışıq 8. Aha. Bu R, bu düzbucaq bucaqdır. Yəni, A, O, D düzbucaq bucağında hündürlük rolunu oynayır. Biz də bilirik ki, belə düsturumuz var. Hündürlüyün kvadratı bərabərdir. Hipotenuzun bölündüyü hissələrin hasili. Onda burada R kvadrat bərabər olacaq 6 vurulsun X-ə. Yəni, R-də 8, 8-in kvadrat bərabərdir 6 vurulsun X-ə. 6x bərabərdir 64-ə. X-ə bərabər 64 bölünsün 6. 2x yaparsa 3 qalacaq. Burada 32 burada olacaq. Yəni, bu da olacaq 32 bölünsün 3. Yəni, bu da bir maraqlı sual idi. İnşallah ki, izahı başa düşdünüz. Keçək neçənci suala? 17-ci suala. Bu da bərabərsizlik sisteminin həllini tapın deyir. Yəni, bu sadə bir sualdır. Birinci hamısını 3-ə vursaq, məxrəcdən azad edərik. Qalar 6 kiçikdir, x çıxılsın 1, o da kiçikdir 15. Mənə bir həm sağa həm sola keçirsək, 7 kiçikdir, x da kiçikdir olar 16. Bu hazır. İkincini o şəkildə ələsək, 2x kiçikdir 11 plus 5. Mənə 5-i həm sağa keçirəm, həm sola. 4 kiçikdir, 2x kiçikdir 16. 2-yə bölsəm, nəticəsi bunun altına yazıram. 2 kiçikdir, x da kiçikdir 8. Bu sistem bərabərsizliyi həll etmək üçün bunları bir ədəd oxununda kəsişdirmək lazımdır. Birinci 7-16 aralığını kəsişdirək, qeyd edək, üzr istəyirəm, həllə çoxluğunu qeyd edək. Bir də 2-8 aralığını qeyd edək. Burada 2 qat gedən yer gördüyünüz kimi 7-8 aralığı. Deməli, x kiçikdir 8-dən, böyükdür 7-dən. Cavab A bəndi. Keçək 17 cavab A, 18-ə keçirik. mx kvadrat plus 2x plus 3 böyük 0 bərabərsizliyin həmişə ödənməsi üçün m hansı intervalda olmalıdır? Uşaqlar, birincisi burada kvadrat bərabərsizlikdə həmişə sözü olarsa və yaxud da ki, x-in istənilən qiyməti sözü işlədərsə, burada təbii ki, diskriminant mənfi olmalıdır. Həmişə istənilən qiymətdə sözü varsa diskriminant mənfi olmalıdır. Bir də demişdim ki, x kvadrat əgər bərabərsizlik işarəsi müsbətdirsə, görürsünüz müsbət 0-dan böyükdür. Onda x kvadrat əmsalı müsbət olmalıdır. X kvadrat əmsalının işarəsi ilə bu üst-üstə düşməlidir. Deməli, bir də n böyükdür 0 olmalıdır. Diskriminant mənfidir. Yəni, diskriminant açılışı B kvadratının 4 asıdır. Buna görə 1 çıxılsın olacaq 12m kiçik 0-dan, bir də n böyükdür 0-dan. Bu sistem bərabərsi həll edəcək. Birincini həll edəcək. 1 çıxsın 12m
kiçikdir sıfırdan, mənfi 12m kiçikdir mənfi 1-dən, mənfi böləndə işarəsini dəyişəcək. Bir də m böyükdür sıfırdan. Bunlar bir ədəd oxuna qeyd edəsək, 0 buradadır, m sıfırdan böyüklər, 12-də 1 də buradadır. 12-də 1-dən böyüklər. 2 qat gedən yer, gördüyünüz kimi, m daxildir, 12-də 1-də müsbət sonsuzluğa. Amma 12-də 1 daxil deyil. Desəz ki, mənim m sıfırdan böyük şərtin verməsi olmazdı. Olar, burada olsa da, yəni, bəxtiniz gətirərdi. Amma həmişə doğru olmur da, yəni, diqqətli olun. Yəni, o şərt vermək lazımdır. Keçək, 18-də cavab oldu Y. Keçək neçəyə? 19-a. 19-a yazıb ki, belə 2 plus 4 plus nöqtələr plus 50. Məxrəcə 1 plus 3 plus nöqtələr plus 51. Bu ifadənin hesablayın. Bunlar ədədi silsilədir. Yuxarıda hədlər görürsünüz ki, 2 artır. Aşağıdakılar da 2 artır. Deməli, birinci 2 plus 4 plus nöqtələr plus 50. Bu ədəd silsilənin cəmi tapsa, bu birinci həddir, gördüyünüz kimi. A1 2-dir. İkinci həddir. Bu da, bilmirəm, n-ci hədd, A-n yazıram. Burada hədlərin sayını tapa bilərik. Silsilə fərqi də 2-yə bərabər. Çünki 4-dən 2 çıxandan 2 qalır, 2 qalır. A-nın açılışı nətərdir? A1 plus n çıxsın 1 vurulsun D. A-nın yerinə yazıram 50. 50 bərabər. A1-in yerinə 2 yazıram. Plus n çıxsın 1. D-miz də 2-yə bərabərdir. Nəsə 2-yə bölsək n çıxsın 1. Sonra bölərsən ya da 48 qalır. N çıxsın 1 bərabər olacaq 24. N bərabər olacaq 25. Deməli, burada görürük ki, bu cüt yerdə duran hədlərdir. Bu da tək yerdə duran hədlərdir. N olacaq 25. Deməli, bunun cəmini tapsaq, bunun düsturu var da, S25 olacaq. S25 bərabər A1 plus A25 vurulsun 25 bölünsün 2. Bu düstur əsasən. A1-imiz 2-dir, A25-imiz 50-dir, sonuncu həddimiz. Vurulsun 25 bölünsün 2. Nəsə, yuxarıda 52 alınır, 2-yə bölsəm 26 vurulsun 25 edəcək. Sürətə yazacaq 26 vurulsun 25. Gəldik məxrəcə. O da 1 plus 3 plus nöqtələr plus 51. Bu da 2 artır. Bu da A1 1-dir. Silsilə fərqi 2-dir. Bu da n cəhətdir. N cəhət atsa A-ın bərabərdir. A1 plus n çıxaq 1 vurulsun D düsturuna görə. A-ın yerinə yazacaq 51 bərabər. A1-in yerinə yazacaq 1 plus n çıxaq 1 vurulsun 2. N çıxaq 1 vurulsun 2 bərabərdir 50-yə. N çıxaq 1 bərabər olacaq 25, n də bərabər olacaq 26. Bayaq dediyim kimi, birdən, yəni burada tək yerdə duran və cüt yerdə duran hədlərin cəmindən söhbət gedir. Bu da 26 dənə oldu. Bayaqki 25 dənə idi. Deməli, burada da S26-nın açılışını yazmalıyıq. Yəni, bu cəm tapmaqdan ötəri. Bu olacaq S26 bərabərdir. A1 plus A26 vurulsun 26 bölünsün 2. A1'imiz 1'dir. A26'mız 51'dir. Vurulsun 26 bölünsün 2. İqtisa 7 qarı bu da 13. 52 vurulsun bu da olacaq 13. Buraya yazıram 52 vurulsun 13. 26 13 iqtisa 7 1 2 iqtisa 7 26. Yəni olacaq 26 da 25. Cavab D variantı. İkisi də ədədi silsilə idi yəni. Vəssalam. Keçək 20-ci suala. Yenə ədədi silsilə sualdır. Ədədi silsilədə ilk 11 hədin cəmi S11 çıxılsın S10 bərabərdir 43. S15 çıxılsın S14 bərabər 87 olarsa silsilə fərqi neçə olar? İlk 11 hədin cəmindən ilk 10 hədin cəmi çıxsam yerdə qalacaq A11. Niyə? S11 nə deməkdir? A1 plus A2 plus nöqtələr plus A10 plus A11. Bu S11'dir. Çıxılsa S10 nə deməkdir? İlk 10 hədin cəmi A1 plus A2 plus nöqtələr plus A10 bərabər 43-ə. Bunlar çıxanda bax A1 ilə A1 istak edir. A2 ilə A2 istak edir. A10 ilə A10 istak edir. Qalır yerdə A11. A11 bərabər olacaq 43-ə. S15 çıxsa S14-də də yəni o qaydaya əsasən
7 qalacaq. Çıxanda onları qalacaq A15 bərabər 87. Silsilə fərqi neçədir? Silsilə fərqini tapmaq üçün sonraki həddən çıxmalıyıq. Əvvəlki həddə. Ha, burada bunlar ardıcı deyil axı. A15-dən açılış. A15-i A11-ə görə açsam, A11 üstə gələ 4D deməkdir. A15-in yerinə yazıram 87. A11 43-dür, plus 4D. 4D də bərabər. 87-dən 43 çıxana qalacaq 44. D də bərabər olacaq 11-ə. Cavab D variantı olacaq. Keçək 21-ci suala. Bu da həndəsə silsiləli sualdır. Həndəsə silsiləndə 3 ardıcı 3 vuruğu kökdə 2, 4 kökdə 2, bir də 3 kökdə 2-dir. Silsilənin 13-cü həddini tapın. Silsilənin 13-cü həddini, yəni B13-ünü istəyir. Həndəsə silsilənin 3 ardıcı 3 vuruğu. İlk 3 demirəm, fikir verirsiniz, diqqət olun. 3 ardıcı 3 vuruğu deyir. Demir ilk 3, yəni buna sən B1, B2, B3 yazamazsan. Sadəcə biz bilirik ki, ortada duran həddin kvadratı ortada duran hədd özünə əvvəl və sonra gələn hədlərin həndəsi ortasına bərabərdir. Yəni ortadakı həddin kvadratı özünə əvvəl və sonra gələn hədlərin hasisine bərabərdir. O deməkdir. 2-dən 4 x gedəndə qalır burada kökdə 2 bərabərdir. Kökdə x vurulsun 3-cü dərəcədən kökdə 2. Belə, deməli bizə nə lazımdır? Bizə nə lazım ki? Bizə x neyinir ki bizə? X sap. Yox, lazım olacaq. Bir dəqiqə. Sonraki həddə əvvəlki həddə bölüb silsilə vuruğunu tapacaq. Silsilə vuruğunu belə tapa bilərik də. Ha, bunlar neçənci həddə olduğunu bilmirik də. İş orasındadır ki. Bir dəqiqə. Deməli, kötü x tapmaq üçün kötü 2 bölməliyik 3-cü dərəcədən kötü 2-yə. Bunun dərəcəsi 2-dir. Bunlara 6 yazacaq. Bu olacaq 6-cı dərəcədən 2, 3, 8. Bu da 6-cı dərəcədən olacaq 4. Bu da olacaq 6-cı dərəcədən kötü 2. Bunun dərəcəsini 6-ya gətirsək, olacaq. Bunun dərəcəsi 2-də 6-cı dərəcədən 6-ın 2 bölünür 3, x-in kub bərabər 6-cı dərəcədən kötü 2. Bu x-ə x kub bərabər 2. X kubu 2'ye bərabər oldu. Bu bizə nə verəcək? X kubun 2'ye bərabər olmağı bizə nə verir? Bir dəqiqə. Şurada burada söz oyunu var, söz səhvliyi var. Burada deməlidir ki, həndəsə silsilənin ilk 3 ardıcı, ilk sözü yoxdur burada. İlk söz olmalıdır. Səhv burada. Bu da x-i biz tapsaq 3 sağa keçəndə olacaq. Yəni bu 3-cü dərəcədən kötü 2 olacaq belə. X-i tapdı 3-cü dərəcədən kötü 2. Bu nə qədər dərəcədə əhəmiyyətli idi, bilmədim. Biz amma belə saxlaya bilərik. Kökdə x-i. Bir dəqiqə, kökdə x bərabərdir 6-cı kökdə 2. Bizə kökdə x lazım usta. Bir dəqiqə. 13-cü həddin biz silsilə vuruğunu tapa bilərik. Məsələn, burada sonraki həddə əvvəlki həddə bölüb silsilə vuruğunu tapa bilərik. Q bərabərdir. 3-cü dərəcədən kökdə 2-ni bölürəm. 4-cü dərəcədən kökdə 2-yə. Bunlar böləndə dərəcəyə yeniləşdirmək lazım. 3-dən 4-ün əki bu 12-dir. 12-nin 3-ü bölən 4. Bu 2-si 4. Bu olacaq 12-ci dərəcədən 2, 3. Yəni bu olacaq 12-ci dərəcədən 2 ilə. Bunu belə saxlasaq. Həm də siz 13-cü həddini açsaq B13 bərabərdir. B1 vurulsun 2 üstü 12. Belə olacaq. B1'imiz şöyle B1'imiz birinci hədimiz bax kökdə x-ə bərabərdir. Kökdə x-i burada biz tapmışıq. Heç bunu belə aşmağa ehtiyac yox idi. Kökdə x budur bax. Kökdə x nəyə bərabər idi? 6-cı dərəcədən kökdə 2-yə. O boyda həngamaya ehtiyac yox idi. B1'imiz kökdə x-ə bərabər. Bu birinci hədd verir, yəni birinci həddimizdir. Deməli 6-cı dərəcə kökdə 2 yazacaq bunun yerinə vurulsun. Bu da Q-nin yerinə yazıram 12-ci dərəcədən kökdə 2 üstü bir də 12. 12'də x gedəcək, qalacaq 2. 2 vurulsun, bu da olacaq 6-cı dərəcə kökdə 2. Məni çaşdıran bu da ilk sözünün olmamalıdır. Yəni cümlədə səhvlik var. Belə. Cavab C. Keçək 22-ci suala. Baxa 22-də görək nə deyirlər.
Deməli deyir ki 22-də 7 qız, 10 oğlan olan sinifdən 2 qız və 3 oğlanın ibarət qrupunun neçə fərqli üsulla seçmək olar? Demək 2 qızı 7 qızını seçəcəyik və burada bir qrup yaradacaq. Qrup yaradırıqsa, demək sonunu vuracaq. 2 qızı 7 qızını seçirik. Biz də bilirik ki, müəyyən bir toplumdan ən az 2 dənə nəsə seçiriksə, qız ola bilər, oğlan ola bilər, top ola bilər, kürə ola bilər. Onun oradakı hallar sayını kombinizonla tapırıq. Kombinizon olacaq 7 qızdan 7-dən 2. 3 oğlanla 10 oğlandan seçilir. 10-dan 3. Və qrup yaradırsansa bunları vuracaqsan. Bükək gül hazırlayırsansa, komanda düzəldirsansa, qrup yaradırsansa vurursan. Bu olur 7 faktora bölünsün, 2 faktora vurulsun. 5 faktora bu da olacaq. 10 faktora bölünsün, 3 faktora vurulsun, 7 faktorial. 7 faktorial burada ixtisa edəcək. Canımız tutardı. Yox, canımız tutarmadı. Elə ixtisa yaparsaq bizə çətin olacaq. Bir dəqiqə, elə şey eləməyək. Burada sürətli 7 faktorial 5 faktorial yürəcək. 5 faktorial vurulsun, 6 vurulsun, 7. 2 faktorial 2-yə bərabərdir. 5 faktorial da qalsın olduğu kimi. Bunlar təbii ki, burada ixtisa edəcək. 2-dən 6 ixtisa edəcək. 3. Vurulsun, vurulsun. 10 faktorial 7 faktorial yürətsək, 7 faktorial vurulsun, 8 vurulsun, 9 vurulsun, 10. 3 faktorial 6 idi, vurulsun 7 faktorial. Burada 7 faktorial ixtisa edəcək. 6 ilə 9 ixtisa edir 3-ə, bu da qalır 3, bu da qalır 2. 2-dən də 8 ixtisa edir 1, 4. Demək birincidə qaldı 3, 7, 21 vurulsun. İkincidə qaldı 4, 3, 12, 120. 21'i 12'ye vurursaq 2, 4, 1, 2, 2, 5, 2, 252 yanında 1, 0, 2520 olacaq. Cavab C bəndi. Keçək 23-cü suala. Görə 23-cü bizə nə deyirlər? A, B, C, D, E, G hərfləri bir dəfə istifadə olmaq şərti ilə 4 hərfli mənalı və ya mənasız sözlər yazılır. Bir dəfə deməli A, B, C, D, E, F, G neçədən oldu? 1, 2, 3, 4, 5, 6, 7. Bu 7 hərfdən 4 hərfli mənalı və mənasız sözlər yazılır. Bu sözlərdən neçəsində F hərfi iştirak etmir. Edər deyir, edər. Aha. Gəlin hələ biz nəyə tapaq? Ümumi saytı tapsaq, bütün hallara baxsaq. Bütün hallar. Biz elə bil ki 7 hərfdən 4 hərfli söz düzəldirik. Mənalı və mənasız fərqlənmir. Burada hərflərin yerinin dəyişməsinin mənası var deyə biz burada müxtəlif ad-çoxluğa yox, bərabər ad-çoxluğa düzəldə bilərik. Məsələn, ABC yazmışamsa, bunun yerində isə CBA-da, ABC'də yazmışamsa, CBAD də yazmaq olacaq çünki mənalı və ya mənasız olsun. Demək biz burada bərabər ad-çoxluğa düzəldiriksə, bütün halların sayı permutasiya olacaq. Permutasiya 7-dən 4. Yəni burada 7 faktorial bölünsün, bunlar fərqli 3 faktorial olacaq. Bizim bunu istəmirik. Bu sözlərin neçəsində F hərfi iştirak etmir. Aha. Bir dəqiqə. Baxaq. Gəlin bu sayı tapaq. Bu olacaq. 3 faktorial vurulsun 4, vurulsun 5, vurulsun 6, vurulsun 7, bölünsün 3 faktorial. Bunlar ixtisa edir. 4'ü 5'e vuran 20, 120, 120'nin də 7 vuranda 840. 840 hal var. F hərfi iştirak edən soruşursa, biz F hərfi iştirak etməyən tapsaq, F hərfi iştirak etməyənlər olacaq. A, B, C, D, E, F-i çıxdım, qaldı G. Neçə hərf oldu? 6 hərf. 6 hərfdən 4 hərflə söz düzəltsək, permutasiya olacaq 6-dan 4. Bu F hərfi iştirak etməyənlər də. O da olacaq 6 faktorial bölünsün, 2 faktorial. Çıxan 2 faktorial, 6 2 faktorial vurulsun, 4 vurulsun, 5 vurulsun. 6 yazıram, bu da 2 faktorial. İxtisa edəcək. Neçə qalacaq? 20, 120. Bir dəqiqə, nəsə yanlışlıq oldu. Uşaqlar özür sayın, beynim yorğundur. Burada düzgün açmamışam. Beyin yorğunluğu.
Həmişə öz sözünü deyir. Bu olacaq 2 faktora vurulsun. 3 vuraq, 4 vuraq, 5 vuraq 6. Bayağı 3'ü itirmişdim. Şimdi 12, 12'nin 5'e vuranda. Bir de 3'ü 4'e vurum 12, 5, 60, 66'ya vuranda çeyilir. 360. Bu F hərfi iştirak etməyənlərdir. F hərfi iştirak edənə tapmaq üçün ümumi sayda 840'dan çıxmalısınız 360'a. 0, 8, 7, 4, 480 deməm. B variantı. Hesablama problemi yenə deyirəm. Beyin yorulma görədir. Üzrü sayın. Keçək 24-cü suala. Sual 24. Sual 24'də deyir ki, alfa müstəvisi üzərində olmayan nöqtədən müstəviyə BC8 AB AB maillər çəkilibdir. AB mailləri. AB mailləri. BC8 və AB mailləri. Bucaq HBC 30 dərəcədir. HBC bucağı. Aha. Maillərin proyeksiya arasında məsafə 5 olarsa AB-ni tapam. Bu müstəvinin lap bulu formasını çəkə bilərsən. Şərt deyil ki, parallelogram formasını çəkərsən. Belə bir alfa müstəvisi var. Burada bir düz bucaq şübsaq yaradıblar. Gördüyünüz kimi. Belə. Buradan hündürlük qaldırırıq. Düz bucaq təpəsinin hündürlük qaldırıblar bu şəkildə. Bir də buranı belə birləşdiriblər. Təbii ki, burada 90 dərəcə yaranır. Bax, burada bir düz bucaq şübsaq var. Burada bir düz bucaq şübsaq var. Və oturacaqda bir düz bucaq şübsaq var. Belə. A, B, C, M. BC 8'e bərabərdir. Bu mail 8'dir. AB mailin uzunluğunu verməyib. Sonra deyir ki, HBC 30 dərəcədir. Bu H demə M bilmişəm bunu. H imiş bu. HBC bucağı buradır. Bura 30 dərəcədirsə, aydın məsələ ki, 30 dərəcə bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabərdir. Onun 8'in yarısı bura olacaq 4. Bura olacaq 60 dərəcə. 60 dərəcə bucaq qarşısında katetdə 30 dərəcə bucaq qarşısında katetin kök düzmüsünə bərabərdir. Bu hündürlük burada olacaq 4 kök düz. Maillərin proyeksiya arasında məsafə 5 verir. Yəni AC məsafə, proyeksiya arasında məsafə maillərin proyeksiyalar arasındakı məsafə deyir. Proyeksiyalar arasında məsafə bu düzgündür. Maillərin oturacağı arasında məsafə desə daha doğru olardı. Cümləni niyə belə verilir bilmirəm. Maillərin proyeksiyalar kölgələr arasında məsafə AH ilə HC arasında məsafə AC olur. Düzgün yanaşma deyil. Proyeksiyaların maillərin oturacaqları arasında məsafə desə yaxşı olardı. Nəsə, AB-ni soruşur bizdən. AB haradır bura? Bu mailin uzunluğu X. Oturacaqda ki, üçbucaq gördüyünüz kimi düz bucaq üçbucaqdır. Katet 4'dür, hipotenuz 5'dir. Bura olacaq Pifagor üstünə görə 3. Bu düz bucaq üçbucaqdan istifadə edib X tapacaqsınız. X kvadrat bərabərdir 3'ün kvadratı üstə eləyək. 4 kökdə 3'ün kvadratı. O da 9 plus 16, 3, 48. Olanda 57 olur. X də bərabər olacaq kökdə 57. Cavab B variantı. Amma bu sözlə razı deyiləm. Maillərin proyeksiya arasında yox, maillərin oturacaqları arasındakı məsafə 5'e bərabərdir. Cümlə adamı çaşdırır. Keçək 25'ə. %24'də cavab nə oldu? Heç baxmadım. Baxaq bir dəqiqə. Hə, 25. Bağışlaymış olar. Elə benim cavabı yoxdur. Fikrim dağıldı. Bütün üzvləri rənglənmiş kub eyni ölçülü 64 kuba bölmüşdür. Bütün üzvləri rənglənmiş kub eyni ölçülü 64 kuba bölmüşdür. Demək, bu böyük kubun həcmi 64 kiçik kuba bərabərdir. Bunların arasından təsadüfən seçilən bir kubun iki üzvünün rəngli olma ehtimalı tapın. Böyük kubun həcmi 64 kuba bərabərdirsə, kubun həcmi üstürü A kubuna bərabərdir. A kub bərabər 64, A da bərabər olacaq 4. Demək, bu böyük kubun hər bir tilində 4 dənə kub yerləşir. Yəni, bu belə olacaq. Bir kiçik kub var. Bax, kiçik kub göstərirəm. Bax, belə uşaqlar. Yəni, burada anlamaq lazımdır. Bunu başa düşmək lazımdır.
Bu kiçik kubdur. Bu kiçik kubların 64 dənə kiçik qrupun birləşməsindən nə alınıbdır? Böyük bir kub alınıbdır. Məsələn, belə kub. İnşallah başa düşdünüz nə deyirəm. Və bunun bütün üzdən rəhləyiblər də. Yəni çöldən çölə rəhlənibdir. Bax belə. Əslində biz bu arxa tərəfi görmürük. Ona görə ştriklə göstərməliyik. Belə nəsə. Burada 64 kubu bölmüşüz. 64 kubu varsa bunun içində və hər dilində 4 kubu varsa deməli 4 hissə yaratmalıyıq burada hər dilində. 1 4 hissə yaratmaq üçün 3 keçməliyik. 2 3 1 göstərim var 2 3 burada da 1 2 3 sonra beləsində də 1 2 3 1 2 şəkil çəkməyə ehtiyac yoxdur o qədər, amma mən sizə necə olduğunu göstərməliyəm. Çünki siz onu görməsəniz izaha başa düşməyə bilərsiniz. Çöldən çölə rəhlənib, yəni üzlər rəhlənib. Bu da deyir ki, bütün üzlər rəhlənmiş kub eyni ölçüdə 64 kuba bölmüşdür. Bunların arasından təsadüf seçilən bir kubun iki üzünün də rəngli olma ehtimalı tapın. İki üzlü rəngli olma ehtimalı nədir? Bax, məsələn, künclərdə yerləşən kubların 3 üzü rəhlənib. Bax, bax bu küncdə yerləşən, bax, fikir verirsiniz şey olar. Bax, bir üzü buradan rəhlənib, iki üzü buradan rəhlənib, üçüncü üzü burada yerlənib. Burada neçə dənə künc var? 8 künc var da, düzdür? 8 künc. Bunları nəzərdən tutmur, yəni. Bizə lazımdır iki üzü rəhlənirlər. İki üzü rəngli olanları tapmalıyıq. Küncləri saymayacaqsınız deməli. Başa düşdünüzmü? Küncləri çıxırsınız. Burada 8 küncü çıxırsınız. Deməli, iki üzü rəhlənirlər, bax, məsəl üçün, iki üzü rəhlənirlər, bax, budur. Bax, bu kub var, məsəl üçün. İkinci sırada olan, bunun iki üzü rəhlənib. Kənardakılarım, bax, belə. Buna uyğun aşağıdakının iki üzü rəhlənəcək. Çünki bunun bir hissəsi aşağıda daxil. 1 burada, 2 burada. Oldu mu? Burada biraz əziyyət çəkəcək, amma tapacaq sonunda. 2 burada. 1, 2 burada. Bunun qarşısındakı da var. 3. Bir də bunun altında var. 4. 1, 2, 3. Bunun altında. Buna uyğun necə bu varsa, bunun altı da rəhlənə baxır. Buna uyğun elə 4. Sonra bunlar da elə 5, 6, 7, onun altında 8. Fikrimizi dağıtmayaq. 8. Bax, bunu 9. Buna uyğun 10. Sonra bunun qarşısında 11. Onun altında 12 olacaq. 13'ün altında 14. Sonra 15. 16. Aha, 16. Bir dəqiqə. İki üzünün də təsadüf səslən bir kubun iki üzünün rəngli olma ehtimalı tapın. Hələ çoxdur, 16 çoxdur uşaqlar. Bax, burada var. 17, buna uyğun 18, 19'un arkası 20, 21. Ya o küslər çıxacaq da bir dənə. 21. Necə izah edeyim onu sizə? Bax, bir dənə 20, bax, belə götürək daha. Hansıda, deməli, burada səthdə, bunun səthində neçə kub var cəmsi? Yəni, bunun kubun səthin sahəsini tapsaq, S tam səthin sahəsini tapsaq. Tam səthində, bax,
4'dür də, beləsindən 4'dür, beləsindən 4'dür. Kubun tam sətin sahəsi belə barmaqla sayıb tutan şey deyil də. 4a kvadratdır. A'sı da 4'ə bərabərdir. 4 vurulsun 4'ün kvadratı 64. Demək, həcmi də 64 oldu. Yan sətin sahəsi 64. Demək, 64 dənə burada səth var. 64 dənə kvadrat var. 64 kvadratdan 200 rəhlən olanlar. Bax, künclərdəki küncləri çıxıram. Aha. Küncləri çıxıram. 64'dən çıxıram. Neçə künc var burada? 1 buraya idi. 2, 3 aşağı, 4, 5, 6, 7, 8 künc. 8 küncün çünki 300 rəhlənir. Bu da qalacaq 52. Sonra hansıların bir üzü rəhlənlər var. Bir üzü rəhlənlər orta qalanlardır. Bax, bulan bir üzü rəhlənlər bunlardır. Bax, 1, 2, 3, 4, 4 burada. Bir üzə 4 dənəsi də demək, hər bir üzə 4 dənə olacaq. Bunun neçə üzü var? 6 üzü var. 6'ın 4'ə vuran edir neçə? 24. Bu 24 dənəsinin bir üzü rəhlənir. 52'dən 24'ü çıxıram. Qalır 8, 4, 2, 28. Demək, 28 dənəsinin 2 üzü rəhlənir. Onda hadisənin ehtimal P-a bərabərdir. N bölünsün N üstün əsasən 64 üzdən neçə üzün 2 üzü rəhlənir? 28 dənəsinin. 4'ü x çaparsam 16'da 7 olacaq. Vay dedim bu. Belə cavab yoxdur axı. Səhv harda edirik? 200. Deyə bunların arasında təsəvvür etsin, bir kubun 2 üzündə rəngli olmadığı ehtimal tapın. 64 kubun içindən seçib çıxardım da. 28 dənəsi. Bax, uşaqlar, həqiqi beynim dəhşət yorulur mənim. Mən tam sətin sahəsini niyə 4a kvadrat yazıram ki? Sizi də yordum, sizin vaxtınızı aldım. Tam sətin sahəsi 6a kvadrat deyilmi? 6 üzü var axı. Hər bir üzü də a kvadratdır. A'sı da 4'dür. 6 vurulsun 4'ün kvadratı. 6 vurulsun 16. O da olacaq neçə? 6, 16'ya vuran neçə edir? 96. Fikirləşə bilmirəm artıq. 96 dənə burada kvadratçıqlar var səthdə. 96 dənə. Bu 96 dənəsindən künclərdə yerləşənlər bu künclər. Bax, bu künc 1, bax, bu küncləri yerləşən kubların 3 üzü rəhlənibdir. Burada 8 künc var. Buraya yazıram 3 üzü rəngli olanlar. Olacaq 8 vurulsun 3, o da olacaq 4 yuxarı 4 aşağıda, yəni 24 künc edir. 24 oldu. Sonra bir üzü rəngli olanlar. Bir üzü rəngli olanlar. Bir üzü rəngli olanlar bayaq dedim sizə. Bax, 1, 2, 3, 4. Bax, bunlar bir üzü rənglidir. Qalan 2 üzü rəngli. Yəni, təsəvvür edəsiniz, görərsiniz. Bunun bir üzündə bunlar, məsələn, bunun 2 üzü rəngli. Bizə bunlar lazımdır, məsələn. Deyək ki, 2 üzü rəngli olanlar. Biz bir üzü rəngli olanlar gördük ki, 1, 2, 3, 4. Bunun 6 üzü var axı. Bir üzündə 4 dənədirsə, bir üzü rəngli olanlar. 6 üzündə 6 vurulsun 4 olacaq neçə? 24. Əla. Bu bir üzü rəngli olanlardır. Sonra nə edirik? Sonra biz 2 üzü rəngli olanları tapırıq. 2 üzü rəngli olanlar. Yəni bizə lazım olanlar. 2 üzü rəngli olanlar olacaq. Ümumi saydan 96'dan çıxırıq. Bunların cəmini. 24 üstə 24 gəlirik. Olur. 96 çıxılsın. 48. O da olacaq 48. 48 dənə deməli 2 üzü rəngli olanlar var. 48 dənə. Bir dəqiqə. İndi bizə lazımdır kubların sayı. Cəmi neçə kub var idi? 64 kub.
Burada 48 üzdür. Ha, onu qarışdırmayın. 48 bu yəni 2 üz, yəni 2 üzün birləşməsindən 48 alınıbdır. Yəni 200 bir dənə kubu əmələ gətirir. 48-i 2-yə bölərək biz kubların 2 üzü rəngli olan kubların sayını tapacağıq. 48-i 2-yə böləndə 24 nə alınacaq? Kub alınacaq. Yəni burada üzlərin sayıdır. Bu üzlərin sayı kubların sayı demək deyil ki, 24 kub alınır. Aha. Onda hadisənin ehtimalı belə olacaq. Deməli, mümkün olan sayı 64 kubdan 24 dənəsi 200 rəngli olanlardır. Onu 4x yaparsaq, 8x yaparsaq, bu da qalacaq 8, bu da qalacaq 3. Yəni olacaq 8, 3. Yəni cavab B variantı. Belə şey olar. Həqiqi bu sual çox ağır sual oldu. Amma çox mahiyyətli sualdır. İnşallah ki, cavab başa düşdünüz. İnşallah ki, başa düşdünüz. Bax, məsələn, 300 rəngli olanlar 8 vurub 3-ə yazmışıq 24. 24 hardan almışıq? Bu 24 kub deyil ki, bu 24 üzlərin sayıdır. Kubların sayı 8 dənədir. Çünki künslərdə 8 dənə kub yerləşibdir. 4 yuxarıda, 4 aşağıda. 3 də üzlərin sayıdır. 8 dənə kubu 3 dənə üzə vuranda 24 üz edir. Başa düşdünüzmü? Burada tapdığımız 48 üzdür. 48 üzün 2 üzə böləndə 24 kubu tapmış olur. Yəni burada fikrimi düzgün almayın. Belə, sağ olun. İnşallah növbəti sınavlarda görüşənədək. Allah'a emanet.